Afrika materikinin relyefi haqqında danışaq. Deməli, uşaqlar, Afrika yeganə materikdir ki, 4 yarımkürədə yerləşir. Çünki niyə? Çünki onu həm Qrinviç meridianı kəsir, bölür onu qərb və şərq yarımkürələrinə və ekvator xətti kəsir, şimal və cənub yarımkürələrinə bölür. Burada Qvineya körfəzi var, o da 4 yarımkürədə yerləşən yeganə körfəzdir. Afrika materikini həm şimal tropik xətti kəsir, həm cənub tropik xətti kəsir. Ona görə də 3 işıqlanma qurşağında yerləşir. Şimal mülayim, tropik və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Qərbdən Atlantik okeanına çıxır, şərqdən isə Hind okeanına çıxır. Cənubda deməli Cənubi Afrika Respublikası yerləşir. O da hər iki ölkəyə çıxır. Hər iki materikə, okeana çıxır, yəni demək istəyirəm. Afrika materikinin relyefinə fikir versək, deməli, gəlin buradan baxaq. Deməli, materikdə nələr var? Baxın, Atlas Afrikanın yeganə cavan dağıdır. Alp-Himalay qurşağının ən qərb nöqtəsidir. Ən hündür zirvəsi Tupqaldır, 4165 metrdir. Bir də Afrikanın cavan hissəsi şərqində yerləşən Ruvenzori Horstu tərəfləridir ki, bura fəal ərazidir, yəni divergent zonadır, ayrılma zonasıdır. Burada da bu deməli Ruvenzori Horstunun bu çata yığılan göllər var. Tanganikadır, Nyasadır, yuxarıda Rudolf gölü də həmçinin tektonik çatda yerləşən göllərdir. Burada isə Viktoriya gölü var. O gördüyümüz kimi yumrudur, həm də Dayaz göldür. Bu platformanın əyilmə hissəsində yerləşir. Şimalında deməli, ümumiyyətlə materikin relyefini belə bölsək, 2 yerə bölünür. Şimalı və deməli cənubu bir götürülür. Belə deyim sizə, şimali və qərbi daha doğrusu. Şərqi ilə cənubu da bir götürülür bu şəkildə. Şərqi və cənubu görsüz qəhvəyi rəngdədir, yəni hündür Afrikadır. Şimali və qərbi isə alçaq Afrikadır, ovalıq və yaylalardan ibarətdir. Materikin şimalında bu hissədə Böyük Səhra yerləşir. Böyük Səhranın içində Əxəqqar, Tibesti, Darfur, Şahid dağları var. Şahid dağ nə deməkdir? Əvvəllər dağ olub, sonra xarici qüvvələrin təsiri ilə günəşdir, küləkdir, yağışdır. Bunların təsiri ilə dağ aşınaraq Şahid dağa çevrilibdir. Və bunların da hündürlüyü 2000-3000 arasıdır. Testin sualı 2000-3000 arasıdır. Alçaq deyil, gördüyünüz kimi. Burada həmçinin deməli materikin qərbində Kamerun vulkanı yerləşir bu hissədə. Və burada Senegal çayı axır, Senegal ovalığı yerləşir. Şərqində və cənubunda dağlardır və yaylalardır. Efiopiya yaylası, burada Şərqi Afrika yaylası yerləşir. Deməli, baxın, Efiopiya yaylası, bu tərəfdə Şərqi Afrika yaylasıdır. Cənubunda Kap əjdaha dağları var. Burada Kap, bu hissədə əjdaha dağları. Bunlar, bu Kap əjdaha, Paleozoy yaşlı dağlardır. Paleozoy yaşlıdır. Baxın, buradakılar Paleozoy. Atlas isə Kaynazoy yaşlı cavan dağdır. Materikin digər əraziləri qədim sayılır dediyimiz kimi. Burada materikdə yeganə yarımadası burada bir Somali yarımadasıdır. Bir də bu hissədə Sinay yarımadası var, Misrə aiddir. Bu Sinay üçbucaq kimi görünən. Amma bu Afrikanın deyil, bu Asiya qitəsinin yarımadasıdır. Buna görə də deyirik ki, burada Misir yerləşir. Misir həm Afrikadadır, həm Asiyada. Yəni, iki materik, iki qitədə yerləşən yeganə ölkədir Sinay yarımadasının Asiyaya aid olduğuna görə. Materikin ən hündür yeri Kilimanjaro vulkanıdır, 5895 metrdir. Ən alçaq yerləri isə burada Astal çökəkliyidir, -152. Burada da Kattara çökəkliyidir, -133 metrdir. Materikin deməli ən uzun çayı Nil çayıdır. Burada baxın, Nil çayı və o ekvatorialdan başlayır, ekvatorial enlikdən, Viktoriya gölündən, Ağ Nil Viktoriya gölündən, Mavi Nil Tana gölündən. Ekvatorialdan başlayır, üzü şimala axan çaydır, gəlir burada Misirin ərazisində Aralıq dənizinə tökülür. Materikin digər çayları, məsələn, burada Kongo çayı var. Kongoda materikin ən bol sulu çayıdır, Atlantik okeanına tökülür və ekvatoru 2 dəfə kəsib keçən çaydır. Baxın, bu hissədə ekvatoru 2 dəfə kəsib keçir.
Və burada Niger çayıdır. Niger çayı gəlir burada. Bura Qvineya körfəzidir. Qvineya körfəzinə tökülür. Senegal birbaşa Atlantikə tökülür. Sonra materikin burada Oranj çayı var. Görürük, o da Atlantikə aiddir. Zambezi çayı tökülür Mozambik boğazına. Sonra deməli Limpopo çayı var. O da Cənub tropik xəttini 2 dəfə kəsib keçən çaydır və Hind okeanına tökülür. 2 dənə çay Hind okeanına aid oldu. Qalan çaylar isə gördüyümüz kimi Atlantik okeanına tökülür. Sonra deməli materik haqqında başqa nə deyə bilərik? Materik region olaraq baxın bu sarı yer Şimali Afrika, Şərqi Afrika, Mərkəz, Cənub, Qərbi Afrika regionlarına bölünür. Deməli baxın, bu deməli Ruvenzori Horstunun diaqramıdır. Horst Graben. Görürük ki, Horst elə bil bunu bir arx kimi düşünsək, arxın dibi Graben olur. Arxın kənarları isə bu yerimək mümkün olan yerlər isə Horst adlanır. Dünyanın ən böyük horstu dedik Afrikada. Ruvenzori horstu oldu. Həmçinin sizə orada danışmadım. Baxın, Ruvenzori horstuna baxın, bu şəkildə aralanır. Vaxtlı gələcək materikdən qopacaq. Vulkanları Kamerun, Karisimbi, Kenya, Kilimanjaro. Kilimanjaro ən hündür nöqtə oldu. 5895 metr. Kenya sönmüş vulkandır burada. Sonra sizə Kalahari səhrasının haqqında danışmadım. Cənubunda bu hissədə Kalahari səhrası yerləşir. Dünyanın ən böyük qum toplanmış ərazisidir. Cardı, Botsvana, Namibiya ölkələrinin ərazisindədir. Burada Namib səhrası var, çox məşhur səhradır. Onun da yaranma səbəbi demişdik, Bengel cərəyanıdır. Daha sonra Madagaskar adasına fikir verək. Materikin ən böyük adasıdır. 2 işıqlanma qurşağında yerləşir. Tropik və cənub mülayim işıqlanma qurşaqlarında. Sonra materikin şərq hissəsi rütubətlidir. Buradan passat küləklərinə məruz qalır. Qərb hissəsində soyuq cərəyan keçdiyinə görə bu hissələri səhralardan ibarətdir. Həmçinin şimalı da tropikin kontinentalında olduğuna görə tropik iqlimin kontinentalında yerləşir və səhralardan ibarətdir. Şimali isə subtropikin Aralıq dənizində yerləşir. Codyarpaqlı meşə və həmişəyaşıl meşə və kolluqlar burada yerləşir. Torpağı qəhvəyi torpaqlar. Sonra materikin ətrafında deməli burada Kanar cərəyanı, soyuq cərəyandır. Qvineya isti cərəyanı, Bengel, burada Angola cərəyanı, bu tərəfdə Mozambik, cənubda İynə cərəyanı və Somali cərəyanları materikin ətrafını əhatə edir. Deməli, nə demədim sizə, baxın, görün başqa nəyi qaldı. Və salam, hər şeyi haqqında danışdıq.